bizdə biraz insani münasibətlər, yəni məktəbin içində sosial münasibətlər çox zəifdir. İndi orada suallarımızın içində bilmirəm var yoxsa yox. Orada var idi. Uşaqların məktəbə niyə getmək istəməməsinin səbəbi. Yəni məktəb sıxıcı gəlir bu uşaqlara. Biraz oturub bunu düşünmək lazımdır ki, bu uşaq həyəcanla səhər durub məktəbə getmirsə, məktəbdə sosial münasibət zəifdirsə, hətta mən elə uşaqlar tanıyıram ki, məktəbin situasiyası o qədər korlanıb ki, bu uşaq deyir ki, mənim ətrafımda ancaq söyüş söyür. Öz qurğundan danışır. Ətraf Kobud insanlardır. Yəni müəllimin sözünə qulaq asmır. Mən deyir sakit təbiətli insanam. Söyüşü sevmirəm və bu ortamdan uzaq qalmaq istəyirəm. Mən ona görə məktəbə getmirəm deyə insanlar var. Düşünürsən ki, bu adam həqiqətən haqlıdır. Çünki bilir ki, ora getsə, ortama düşəcək. Ya bu da söyüş söyməlidir, ya bu orada ona fiziki şiddətə məruz qalır. Yəni ya alçaldılır, ya vurulur, ya döyülür, ya söyülür. Bu uşaq məcburdur. Bunu istəməyən uşaq da məktəbdən qaçır. Bu da onu göstərir ki, həm müəllim tayfası olsun, həm şagird tayfası olsun, sosial münasibətlər olsun. Yəni insanlarla o ingiliscə soft skill deyir, yəni yumşaq bacarıqlar. O bizdə inkişaf eləməyib məktəbdə. Yəni məktəb bizi cəmiyyətə hazırlamır.